Düzbucaqlı koordinat sistemində A və B nöqtələrindən keçən düz xəttə perpendikulyar olan düz xəttin bucaq əmsalını tapın. Burada A və B-dən keçən düz xəttin bucaq əmsalını K1 ilə işarə etsək, digər ona perpendikulyar olanda K2 ilə işarə etsək, bu bucaq əmsallarının hasili -1-ə bərabər olmalıdır perpendikulyarlığın əlaməti olaraq. Yəni perpendikulyar düz xətlərin bucaq əmsallarına aid olan xassiyəsi əsasən. Əvvəlcə K1-i tapaq. K1-i tapmaq üçün y2 çıx y1 bölünsün x2 çıx x1 hesablayaq. y2 B-nin, y1 isə A-nın, x2 B-nin, x1 isə A-nın koordinatları olsa, -1 çıxılsın. Daha doğrusu müsbət 1 çıxılsın 0, y-lərin fərqi, -1 çıxılsın 3 də x-lərin fərqidir, bərabərdir. Sürətdə 1 alırıq, məxrəcdə -4. -4-1. K2 -4-1-in həm tərsi, həm əksi olduğu üçün olacaq 4. Deməli, digər bucaq əmsalı olacaq 4.